Ayşe, olan da ona elə deyil. Nə adı? Ona adı ki, ahular oğlanar. Bəli, mən onun nətər yazmışam, elə deyirəm. Yazdım, Zülüyə verdim. Zülü də oxuyan, mən prodüserim Zülüdür. Kələ Qasımla bir yerdə sözlərini yazmışam. Amandır sevgilim, asla dolan yaz. Bu notları mən əziyyətlə yazmışam, yaratmışam. Su notundan yazmışam mən bu Əlikram. Bir də geliniz üstəyə, buyur. Görürəm ki, Elcan bəy, siz ona çox imkan verirsiniz, çox imkan verirsiniz, mən görürəm onu, çox imkan verirsiniz. Sadəcə mən burada niyə sadəcə ona demək istəyirəm ki, adam müəlliminizin ağ olmaz. Adam ağ olmazı qoyduq bir yana. Əlikram, neçədə klipim var? O sənlikdir. Adam qara da olar, ağ da olar, o sənlikdir. Nətər olmaz? 30 zaman klipim var, məndən çox bu sənətdə klipi olan adam yoxdur. Mən düşüb səndən məsəlini günü götürmüşəm. Mən sevgi, məhəbbət Sən orada Elcan olmasaydı quyuda yanmışdın. Niyə? Niyə nədir? Ocağı qalayıbsan quyuda əlində tikatlar. Oxuduğun manaşıq, Xəlil Mansın sən deyirsən. Aşıq Xəlil kim deyil də gəlirsən? Kələ Qasım yazıb, Kələ Qasımla mənə kömək elədi. Mən mahnı yazdım. Xəlili demirsən. Mən nə elədim? Xəlil, Şamaxılı Xəlili demirsən. Gəlin bunu aparın da. Şamaxılı Xəlil deyil, Əlikram. O əsas çalmağı mən öyrənmişəm. Sən mühün indi belə söhbət edirsən. Hələ kökləmədin demirəm. Teymur var İsmaillidən, sazı da ondan almışam. Gətirib vermişəm bu. Adı ilə deyirəm ki, sübut edirəm də. Nə sübut? Sazı, Teymur İsmaillidən. Tar müəllimidir. Hər halda, mən bilmirəm, hər halda lazım olsaydı yer yoxdur qonaqları dəvət yoludur, mən deyə bilmərəm. Çünki nə boğaz? Asta gəl qadasını aldığım boğaz lazımdır. Bax, məsəl üçün o muğam yeri var, mən yazdığım yerdə var. Bax, Sərey muğamından istifadə eləmişəm mən orada. Sərey muğamının bir şöbəsidir, dərya söhbəti. Bax, orada deyir ki, amandır sevgilim, asla dolan gəz. Çox xahiş edirəm. bitdi, hər halda bu mahnını Əlikram Bir baxışla qəlbimi saldın odlara, mənə biganə, dönüb baxan qız, uzaq gəzib yad kimi, baxma sən mənə, aşiqinəm ürəyimi, gəl açım sənə. Ansamblovka geçsin. Sən Allah belə baxma, mənə biganə, baxan qız, yandırıb məni yaxma, mənə biganə, Sabir də oynayır ha orada ya. Eyvaz sənətinə hamı oynayır. Hamı oynayır, amma mən Elcan, bu qardaşım yerinə olsam özümü iş taparam. 4 klipi bir yerdə təqdim eləyək, baxsın tamaşaçılarımız çox maraqlı kliplərdir. Baxsınlar, sonra dönəcəyik bura, özüm hamısını bir yerdə təqdim eləyirəm ki, ayrılmayasın. Bəli, mən var sənəti öyrədəcəm. Və Çox xahiş edirəm, mənim məsələn əlimə sil. buyurun, Əlikram bəy, Onunla 2 kəlmə söz demək istəyirəm ona. buyurun, 3 kəlmə də deyə bilərsiniz. Evazsəviyimizi dəyişməklə özü biabır edirsən. Yəni, yox, kəsdim, gey, bax, geyiblər. Bura var. Bu nə köynəkli geyibsən, qardaşım? Mən Yox, bu nə köynəkli geyibsən? Kostyum giyinsəm, mən Əlikramla fərqim nə olacaq? Fərqin olar da. Hindistandan gəlirəm, təzə klip çəkdirmişəm. Hindistanda, bax, bu köynəyi də orada mən Maxarazziya qardaşım verib. Maxarti qardaşım, Maxarti. Maxarazzi olar. Qarışdırdın, Hindistanla Hindistanı. Qarışdırmağa başlayıb. Qardaş, Maxartidə nətər yandırdı, mən onlar... Orada belə çıxır ki, Əlikram Bayramov bir kəlmə belə demək istədi ki, Eyvaz artıq özünü biabır eləyir. Biabır eləyir. Mən özümü heç kimin yanında biabır eləməmişəm. Mən sənətim göz qabağındadır. Əlikramla mən fərqimi hamı görür. Hörmətli tamaşaçılar, bizi seyr edən tamaşaçılar, mən sizə demək istəyirəm ki, mən üzr istəyirəm dönə-dönə. Heç bu insanla mən üz-üzə gəlməzdim. Amma bir gün gəldim, gördüm qismətimdə, yəni məni dəvət ediblər bura. Gəlim demək ki, Eyvaz tuzsuz. Yəni mən demək istəyirəm, buna çox qulaq asmayın, bu yalandan özünü öz. Hamını yalandan özünü tərqi edir, mən bunu öyrətmişəm, onu öyrətmişəm. Əslində bunun öyrənməli işi çoxdur. Hələ bu çox öyrənəcək. Mənim deyəcəyim söz bundan ibarətdir. İkincidə ki, demək istəyirəm ki, buna çox inanmayın. Kim inanır sözü bilsin. İnanır. Boğazım da qəhərləndi. Doğrudan adamın şəninə nalayıq söz deyəndə adama pis təsir edir. Yazıb yaratdıqlarım bugünə qədər göz qabağındadır. Əlikram, səhəsin elədiklərim də göz qabağındadır. Sən nə düşün də, sən mənim şotuma Əlikram olmusan da, indi gəlib mənim üstümə yaxşı çıxmır. Mənsə əslin gözəli ilə tanıtdırdım. Bəli. Belə mi olmuşdu? Sən niyə mahnı verməmişsən? Yalandır, bir dəqiqə. Yalan deyir, bil olan Allah şahiddir, tamaşaçılar da şahiddir. Əslin gözəlin müəllim. İnsanlara inanmaq lazım deyil. Kişi, ay qardaş, biraz özü yaxşı yapar. Camaat izləyir. Tamaşaçılar baxın televizyonda. Bu mahnını mən Şadlıq evində yazdım. Yox. Kasetə.
Bəli, viq aparatla yazdım, getdim, bax, Səli Allah şahidi. Yəni, Sən artıq söhbət edirsən ha, qardaş. Səlahiyyətini deyirəm ki, Allah şahidi. Səlahiyyətin Eyvaz bilir. deyir, artıq söhbət edirsən ha. Niyə? Artıq söhbət edirsən, bəli. Yəni uzadır məsələni. Çox uzadırsan. Əgər sən uzadırsan, Mən sənə söz deyirəm, sən deyirəm uzadırsan söhbəti. Mən faktı danışıram, ya burada ki, mən başqa Faktı danışırsan, tamaşaçıları anladırsan. Sənin qarşında xuşaq deyil ha. Mən deyirəm. Eyvaz, sən çox döyülmüsən, bu gün də döyülə bilərsən ha. Qardaş, mən o döydürənlər var, Bəli. Ola bilsin nəsə başa düşüb döydürürlər. Ancaq istəyirsən sayıb döydürənlərin adlarını. Kimlər döydürür? Ehtiyac yoxdur, ehtiyac yoxdur. Ancaq hər halda sən şahid çalış, elə döydürənlərdən olma. Elcan bəy, Aha, mən buyurun. çox pis oldum ki, mən bilsəydim ki, baxın, yəni bu günləri Eyvaz qəlbi yuva burada olacaq, Eyvaz qəlbi yuva burada olacaq. Mən şəxsən bura gəlməzdim. Aha. İmkan varsa onu yola salıb geçsiniz. Mən Çox xahiş deyirəm, edirəm. mən zülmün xəttinə Çox xahiş gəlmişəm edirəm. bura. Elcan təmizlik sədiyim, mən zül olmaz idi. Ay qardaş. Bura Əlikiram, qardaş mən ona üzbəüz gəlmək istəmirəm. Niyə bir yer desin ki, hansısa restoranda mən ona Hər üzbəüz halda gəlmişəm. bir məsələ var. Dur ayağa buna Ya tərk. qardaş, əlini Dur, dur, ayağa uzatmışam. buna tərk Çox elə. xahiş edirəm. Bilsən, Əyləşin. Qardaş, sən var, Kim Əyləşin, bu canım, çox bu xahiş canım? edirəm, əyləşin. mən heç yerimdə... Əyləşin. Plan kəsə öyrədirəm, plan kəsə öyrədirəm. Sən kimsən adam? Əsəbləşin, çox xahiş edirəm. Bir dəqiqə, mən çox üzr Sən istəyirəm. kimsən Eyvaz axı bəy. söhbət edirsən? Bir dəqiqə, mən çox üzr istəyirəm. Gözü yaxşı bax. Hörmətli tamaşaçıları, mən çox üzr istəyirəm. Hər halda bu məsələlərə ona görə burada aydınlıq gətirdik ki, sabah toy var. Gəlmirəm ona. O kimdir ki, mən ona bir toya düşüm? Birincisi o Kişi. toylarla mən toylarımın səviyyəsinin arasında fərq var. Kimdə onu xaxtanı, rəqqabın bağın bağla. Mənim ayaqqabımın bağı özüm açıb Dedim qoymuşam. rəqqabın bağın bağla. Onların parçası. Adlı sənəti zahidinə qoyub. Xahiş edirəm, çox xahiş edirəm, dönə-dönə üzr istəyirəm. Bir də bu insana inanmayın. Eyvaz, qarğa yuva olsun bunun adı. Ay mən... Aha, Bəli. Keçat. Eyvaz Əlikiram, qarğa sən o yuva. Əlikiram adın sənətdə mən vermişəm. Sən mənə qarğa yuvanı üçün deyirsən. Mən qəlbi yuvadır, məhəbbət yuvasıdır bu. Aha, Bir də son mən- sözü demək son üçün söz vaxt deyirəm verir, buyur. tamaşaçılarıma, Buyur, son son sözümü. söz. Son sözümü, bəli. Tamaşaçılarım, əziz tamaşaçılarım, fanatlarım. Kim kimin üstünə gəldi gördü. Burada çox qalmaqallar olub, ancaq beləsini görməmişəm. Eyvaz sənətdə bir nömrədir. Əlikiram da bir nömrədir, ancaq düşmənçilikdə. Bundan sonra mən bir nömrəli düşmənim Əlikiramdır. Əlikiram mühüm belə elədin. Sən mənim üstümə qayıtmaqla özü reytingi saldın. Toylarda qiyməti öz aldın. Mən bilirdim ki, bunu belə eləmək 200 lazımdır. manata da Çox xahiş edirəm, onun səsi gəlməsin Bir bir dəqiqə, dəqiqə. buyurun. Mən bunu ona görə elədim ki, sənəti olmayan belə bir insanın, Elcan bəy, bizim aramızda yeri. Yoxlasın sən də sənətlər. Qoy getsin, qoy get. Hər halda bu hər iki insanın fikirləri idi. Mahnı kimin oldu? Bax bu hansı Eyvazı. birinci yerdə gəldi? Əlikiram Bayramın mahnısıydı. O Əlikiram Aşıq yox, mahnısı bir da dəqiqə. Aşıq Xəlilin mahnısıydı. Aşıq Xəlilin can sağlıqlarının qızan. Mən bilməzdim sizin əziyyətinizi hansı bilsə Eyvaz kimi bir insan götürüb öz adına yazacaq. Nə bilim, kimi deyirdi adını, heç başa düşmədim. Olar kim idi? Kim? Kələ Qasım, o xəllə sazı Teymurdan almış. İsmailli Teymur. Hər halda bu Bir məsələlər yerdə- bu bir yerə yerdə- gəldi mən də çıxdı ki, əlavə edeyim. artıq bitdi. Mən də əlavə edeyim. Xahiş edirəm söhbət ehtiyacım. Qanlı sözümüzü demişdik Artıq qardaş. bitdi. Xahiş edirəm. Artıq xahiş bitdi edirəm, məsələ. bitdi də. Xahiş edirəm. Artıq bitdi Bir məsələ. yə mən o deyirəm ki, bir yə mən o deyirəm Artıq ki, məsələ bitdi. Əlikiram bugündən sonra yoxdur sənətdə. Hər şey Əlikiram artıq sənətdə yoxdur. yoxdur. Mən Eyvaz qəlbi var. Mən çox xahiş Mən edirəm bununla ki, da demək istəyirəm ki, hörmətli tamaşaçılar, Eyvaz Eyvaz olub olacaq. Vəssalam. qarğa yuvaya inanmayın. Qarğa Sadəcə yuva nə deməyə deyir? inanmayın. Mənim adımı Söhbət bildirin. bitdi. hər halda bu Mən olsun bəlkə Kim deyirəm. bilə bundan? Qarğa yuva ləqəbi verildi. Gəlişini belə elədi, gəl bir yuvadır. Onun sözünə inanmıyor. Yoxdur Əlikiram bundan. Bir də ekrandan sonra sizi görsəm mən ekranda, tamaşaçılardan xahiş edirəm. Bunu ekranda gördünüz, bir əzdən nə keçir onu MMS-ni yazın, SMS-ni yazın, göndərin get. Qucağımda böyüyən Sakin. adam deməyə belə deməyi yandırıb tökür mən. Xahiş edirəm, verilişin Qucağımda belə bir şey Qardaş, söhbət sənət bitdi. öyrətdiyim adam, qucağımda öyrətdiyim adam Eyvaz gəlib qəlbi var. Mən çox xahiş edirəm bu epi bitirmək lazımdır. Ona Bitir görə də. də mən təşəkkür edirəm ki, Çox bu sağ olun. vaxtınızı ayırdınız, bizə baxdınız. Hər halda sizin qarşınızda məndən sağda əyləşən qonağım Əlikiram Bayramov idi. Məndən solda əyləşən qonağım da Xahiş edirəm, ona deməyə ehtiyac yox. Qəlbi yuva edən. Hər halda qonaq edilər, üzrə Mən barmaq gəldilər. eləməyəsən. Barışmadılar, özləri bilərlər. Hələlik deyirəm Hələlik sizə. çox sağ olun. Tamaşaçılarla Sağ olun, görüşmə. verin, həmişə. Öpürəm sizi. Ancaq sən görüşmə tamaşaçılarla. Çox sağ ol. Mən səninlə söhbətimi Bizim davam söhbət bitdi. Etircə sən elə belə danışsan, müəyyən eləysən. Hər Ancaq şey mənim çatdı. üzümə gəl. Sən qarıqa yuva nə deyirsən? Ona söhbəti Ya danışın. gəl ona söyle. Sen de